Sabahınız xeyir, xoş gördük sizləri. Mən Nalə Axundova. Bugün sizlərlə 16 mart 2025-ci il tarixində DİM-in ikinci mərhələ üçün, qəbul imtahanının ikinci mərhələsi üçün abituriyentlərə təqdim etdiyi riyaziyyat imtahanının suallarının izahlarını paylaşacağım. Siz bu imtahanın PDF-ini kanalımla eyni adlı olan mənim riyaziyyat müəllimim Telegram kanalından götürüb işləyə bilərsiniz. Sonra onun doğruluq versiyasını bu suallarla, bu izahlarla yoxlaya bilərsiniz. Elə baxaq birinci suala. Verilmiş bu bərabərsizliyin ən böyük və ən kiçik tam həllərinin fərqinin modulunu tapın. 5 üstü 2x kvadratına olduğu kimi saxlayıram. Baxın, bu kəsri sağ tərəfə keçirsəm, 1 bölünsün vardı deyə onu 5 üstü qüvvət kimi yazsam, mənfisini atıram qüvvətə. Çıxılsın 54. Əsas birdən böyükdür. Bərabərsə işarəsi qalır. Onda olur bu cür. 2x kvadratı kiçikdir bərabər. Mənfi 24x çıx 54. 2-yə bölürəm. Bir tərəfə keçirib sadələşdirsəm. Oldu bu cür. Vuruqlara ayırsaq hasili 27. Cəmi 12 olan ədədlər. X üzərinə gəl 9. X üzərinə gəl 3, kiçikdir bərabər 0. Ədəd oxunda qeyd etsəm, mənfi 9-la mənfi 3-ü intervallara ayırıb, plus minuslasaq, bizə lazımdır mənfi aralığı, o da mənfi 9, mənfi 3 parçası. Bu parçadakı ən böyük və ən kiçik tam əllərin fərqinin modulu. Cavabımız müsbət 6-dır. A variantı. Baxaq 2-yə. Verilmiş funksiyanın törəməsini tapın. Y üstü mənfi x-in törəməsi mənfi y üstü mənfi x çıx. 5 üstü x-in törəməsi 5 üstü x elən 5. Cavabımız C variantı. Baxaq 3-ə. Verilmiş qarşılıqlı sadə ədədlər üçün x, y hasilini araşdırın. Baxın, 4x çıx 3 bölünsün 3y plus 2-ni bərabər edərəm. 58 böl 22-yə. 2-yə də ixtisar aparsam 29 böl 11. Yəni 4x çıx 3 29-dur. Həmin o 3y plus 2-miz 11-dir. 4x-imiz 32-dirsə x 8-dir. 3y-imiz 9-dursa y-imiz 3-dür. Bizdən də x, y hasili soruşulur. 8 vur 3 yəni 24-dür. D variantı. Baxaq 4-ə. Düzbucaqlı üçbucağın iki bucaqlarından biri 60 dərəcədir. Onda digər iki bucağı 30 dərəcədir. 30-un qarşısı ən kiçik tərəfdə x-dir, 90-ın qarşısı ən böyük tərəfdə 2x-dir. Bizə deyir, ikisinin cəmi bərabərdir 27-dirsə, 3x-imiz 27-dir, x-imiz 9-dur. Bizdən də hipotenuzun uzunluğu soruşulur, 18-dir. D variantı. 5-də. A sinus mənfi 178 dərəcədir. B tangens 195 dərəcədir. A ilə B-yi müqayisə edin. Sinus tək funksiya olduğundan mənfi çıxır qarşıya. Mənfi sinus 178 dərəcə. Tangens 195. Üçüncü rübün bucağıdır, müsbətdir. 178 dərəcə ikinci rübün bucağıdır, o da müsbətdir. Amma qarşısında mənfi var, mənfidir. Onda A mənfidir, B müsbətdir. 195 artıq 180-i keçibdir. Üçüncü rübdür, müsbətdir. 178 2-də ikinci rübün bucaqlı müsbətdir, amma qarşısında mənfi var deyə mənfidir. Cavabımız Y variantı. Baxaq, çalışma 6-ya. Gəlin, deyirsiniz, bu ikisini bir götürüb qruplaşdıraq, bu ikisini bir. A kubu üzərinə gəl, 1 bölünsün, A üstə gəl 1. A kubu çıxılsın, 1 bölünsün, A çıxılsın 1. A kubu üstə gəl 1-i, kublar cəmi kimi açaq. A kvadrat çıx, A üstə gəl 1, bölünsün, A üstə gəl 1. Plus, A kubu çıx 1-i, A çıx 1, A kvadrat üstə gəl, A üstə gəl 1, böl, A çıx 1. A çıx 1-lər və A plus 1-lər ixtisar gedir. Geri qalır, A kvadrat çıxılsın, A plus 1, A kvadrat üstə gəl, A plus 1. Yəni, 2A kvadrat üzərinə gəl 2. 2-ni də çıxarsam mötərizə xaricinə A kvadrat üstə gəl 1. A-nın yerinə mənfi 1/5 yazsam 2 tam %25. Üstünə 1 gəldim 3 tam %25. 2-yə də vuranda 6 tam 10/5.
C variantı. Çalışma 7. Konusun doğranı 5'dir. Hündürlüyü 3'dür. Daxilinə kürə çəkilib, həmin kürənin radiusu soruşulur. Konusun daxilinə çəkilmiş kürənin radiusu onun ox kəsiyinin daxilinə çəkilmiş çevrənin radiusu ilə eynidir. Yəni, əgər ABC bərabərdir. Əgər elə konusun daxilinə çəkilmiş, qısa yazacağım bura, daxilinə çəkilmiş kürənin radiusu bir-birinə bərabərdir. Doğranılan 5'dir, hündürlüyü 3'dür. Onda belə çıxır ki, biz bu üç bucaq üçün işləsək, A və O üçün R araşdırarıq. AO elə R rol oynayır. Kök altında 5'in kvadrat çıx, 3'in kvadratı 25 çıx 9, kökdə 16, 4. AO da 4'dür, OC də 4'dür. Yəni AC diametrdə oturacağın 8'dir. Bu R, A, B, C bu değil mi? 2S bölünsün. A üstə gəl, B üstə gəl, C. A, B, C üçbucağının sahəsində ya bu cür taparam. Tərəf o tərəfə çəkilmiş hündürlük asilinin yarısı. Yəni 8 vur 3 bölü 2, 12. Və yaxud da ki, A, B, C onun ox kəsiyidir. Ox kəsiyinin sahəsi elə RH-dır. Yəni 4 vur 3, 12'dir. 2 vur 12 böl 5 plus 5 plus 8. 24'ü böləndə 18'ə 6 ixtisar aparsam 3'də 4. Bu da 1 tam 3'də 1'dir. A variantı. Baxaq çalışma 8'ə. Verilmiş bu tərliklər sistemində X, Y kasilini tapmaq üçün birincini ortaq məxrəcə gətirək. Birinci ifadəni. Y ikincini X-a vursam. Y çıx X bərabərdir. 8'də 1. Əgər X çıxılsın, Y-imiz baxın, mənfi 4'dürsə, Y çıx X-imiz müsbət 4'dür. Və tənasibi çarpaz vursam, cavabımız 32'dir. A variantı. Çalışma 9. Euler-Venn diaqramında kəsişməsi boş olmayan, yəni ən azı bir dənə element var kəsişməsinin. A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. N A birləşmə B-nin ən kiçik qiymətini tapın. Əgər birləşmənin ən azı bir elementi varsa, onda 2x minus 3 1'dirsə, sizcə 2x4 x 2 deyilmi? X 2'dirsə, mənə ən azı deyirsə, onda z-ə qeyb birinci şərt qoyacaq. X-i tapdıq 2'dir. Z-in əmsalı böyük olduğundan ona ən azı 1 deyəcəm. Onda Y-ə də ikimiz vardı deyə bir-birindən fərqlidirlər axı. Y-ə də ən azı 3 deyəcəm. Onda 2 vur 2 plus 3 7 açıq B-də var. Kəsişməsi 2'dir. 2 plus 3 5'də B çıxılsın A-da var. Onda birinin 7'yi ortada 4'dür. Burada 5'dir. Yəni ortada 1'dir. 2 yoxa 1 x 2'dir. Amma bu ifadə 1'dir də o hissəsini tam aydınlıq gətirək. Bunu tapdıq. Bunu istəyirəm ki, qarışdırmayasınız. Demək, x-imiz 1 idi. X 2 idi. Y-imiz 3 idi. Z-imiz də məncə 1 idi tapdıq. Tamam. Onda yerinə yazanda bu ifadə oldu 3, 2, 4, 7. Bu ifadə oldu 1. Bu ifadə oldu 5. X-in yerinə 2, Y-in də, Z-in də yerinə 1 yazdıq. Tamam 5. Bizdən də A birləşmə B-ni soruşur. Ən azı 13 elementi var. D variantı. Çalışma 10. ABC, DABC piramidasında DA yan tili oturacaq müstəvisinə perpendikulardır. Yəni bunu formalaşdıraq ki, yan til oturacağa perpendikular olsun. Bu olsun bizim D, A, B, C. Üçbucaqlı piramidamız. DA yan tili oturacağa perpendikulardır. Oturacağın özünü də veribdir düzbucaqlı üçbucaq. AB, AB və AC. Üçü də bir-birinə bərabərdir. Onda belə çıxır ki, növünə görə bu bərabər yanlı oturacaq, bərabər yanlı. Düzbucaqlı üçbucaqdır. BC deyilir.
D təpəsindən BC-yə qədər məsafə verilib 8/6-dır. Onda belə çıxır ki, işləyəcəyik belə bir üçbucaq üzərində. Bu da olsun bir AK. Buranı verib 8/6. Bəs burada AK nə rol oynayır? AK həm hündürlük, həm median, həm tən böləndir. Hipotenuz x/2-dir. Çünki oturacaq növünə görə, bax markerlə çəkib göstərdiyim bu üçbucaq növünə görə bərabər yanlı, düzbucaqlı, üçbucaqdır. Həmin o AK median, hündürlük, tən bölən rol oynayır. Hipotenuzun yarısına bərabərdir. x/2 bölünsün. Bura x/2 bölünsün 2-dir. Həmin bu ştrixlədiyim üçbucağa Pifaqoru tətbiq eləyəcəyik. Yəni gerilik yazmağımıza burada. Demək, x kvadratı üzərinə gəl, x/2 bölü 2-nin kvadratı bərabər 8/6-nın kvadratı. Yəni x kvadratı plus x kvadratı bölü 2. 64 vur 6 yazacağım. Gəlin hər birini 2-yə vurub kəsirdən də azad eləyək. 64 vur 12 olacaq. 3x kvadratı 64 vur 12-dirsə, x kvadratı 64 vur 4-dür. Hər iki tərəfi 3-ə böldüm. Hər iki tərəfdən kök alsam, 8 vur 2, 16. Bizdən də soruşur hündürlüyü. Hündürlük burada AD rol oynayır. Elə AD'miz 16'dır. D variantı. Çalışma 11. X'in hansı qiymətlərində kosinus 2x, kökdə 2, sinus 2x, 3 ardıcılığı həndəsi silsilə təşkil edər. Baxın, bilir ki, həndəsi silsilədə B2-nin kvadratı bərabər B1 vurulsun B3. Biri B1'dir, biri B2'dir, digəri B3'dür. Yəni, kökdə 2 sinus 2x'in kvadratı eləyir 2, sinus kvadratı 2x bərabərdir 3, kosinus 2x. 2 vur 1 çıx kosinus kvadratı 2x bərabərdir 3, kosinus 2x-dirsə 2 çıxılsın 2 kosinus kvadratı 2x bərabərdir 3 kosinus 2x. Sağ tərəfə keçirib vuruqlarını ayırsam, üzərinə gəl 3 kosinus 2x, bir də çıx 2 bərabərdir 0-a. Vuruqlarını ayırsam, kosinus 2x üzərinə gəl 4, bir də kosinus 2x çıxılsın 1 bərabər 0-dırsa, ya kosinus 2x'imiz mənfi 2'dir ki, ola bilməz, ya da kosinus 2x'imiz 2'də 1'dir. 2x bərabər 2'də 1 alır. Plus minus pi bölü 3 plus 2 pi kada. Hər birində 2'yə bölək, x bərabərdir plus minus pi bölü 6 plus pi k. Baxın, bu qaydanın, bu axıra vurma qaydası nə idi? Niyə bu cür yazdım? 2-dən apar vururam axıra, tam kvadrat tənlik kimi vuruqları ayıranda. Bu olur mənfi 4. Hasili mənfi 4, cəmi 3 olan ədədləri araşdırıram. Müsbət 4 mənfi 1. Sonra nəyə aparıb axıra vurmuşamsa, həmin ədədə də bölürəm, o ədəddə fikir verdiniz, yazdım burada. Belə bir tam kvadrat ayırma kanalında var. Ax kvadrat plus bx plus c'nin vuruqlara ayrılması. Geri davamı da artıq trigonometriya aiddir. Belə bir cavabımız Y variantı. Çalışma 12. Hündürlüyü 12 iti bucağının tangenti 2'də 3'ə bərabər olan belə bir bərabər yanlı trapesiyanın diagonalı yan tərəfə perpendikulardır. Trapesiyanın boyu oturacağını tapın. Fikir verin, yan tərəfə perpendikulardırsa, burada belə bir düzbucaqlı üçbucağımız var. Düzdür ki, CK da orada hündürlük rol oynayır. Gedirəm bucağın tangensinin tərifinə. Tangens nə idi? Qarşıdakının piçi olan nisbəti, yəni 12'nin KD-yə nisbətin verib tangens alfa ki, o da bizə təqdim olunub 2'də 3 kimi. Onda tangensim KD-im nə olur? 3 ilə sağ-sol ixtisar aparıram. 4, 8. Sonra gedirik. Rənglədiyim bu sarı üçbucaqda hündürlüyün düsturuna. Düzbucaqlı üçbucaqda hündürlüyün kvadratı nə idi? Proyeksiyalar hasili. Yəni 12'nin kvadratı AK vur 8-dirsə, AK'mız 144'ü böləcəm 8'ə bərabərdir 18'dir. Bizdən də AD'nin uzunluğu soruşulur. 18 plus 8 cevabımız 26'dır. B variantı. Çalışma 13. Verilmiş limiti hesablayın. Birinci baxırıq. X'in yerinə 1 yazsam. Məxrəc 0'a çevrildi. Sürət də 0'dır. Məxrəc də 0'dır. 0 böl 0 qeyri müəyyənlikdir. Düzdür? Bunun üçün nə edirəm? Birinci şərt. Sizə 2 qayda izahat verirəm. Birincisi vuruqlara ayırma ilə gedir. X yaxınlaşır 1'ə. X'i çıxarıram mötərizə xaricinə.
böl x çıx 1. X 1'ə yaxınlaşdıqda vuruqlara ayırsam plus 2 çıx 1. Artıq x çıx 1'lər gedir. Bunu niyə tətbiq edirik? Sığortalayırıq ki, məxrəc 0 olmasın, qeyri-müəyyənlik alınmasın. İndi harda x var, yerinə 1 yazıram. 1 vurulsun. 1 plus 2, cavabımız 3'dür. C variantı. İkinci qaydası, gedirəm L'Hospitala. L'Hospital nə idi? Surətin törəməsi böl məxrəcin törəməsi. Surətin törəməsi nə verəcək? 2x kvadrat plus 2x minus 2. Məxrəcin törəməsi 1. Harda x var? Yerinə 1 yazıram. 3 vur 1 plus 2 vur 1 çıx 2. Cavabımız yenə olacaq 3'dür. Bu da ikinci qaydası. Məncə ən sadəsi ilə L'Hospitalla getməkdir. Çalışma 14. Belə bir ifadəni işləmək üçün gəlin birinci. Hər iki tərəfi bölək x-a. Bunu da x-a bölürəm, bunu da x-a bölürəm. Olur, x üzərinə gəl. 3 bölü x bərabərdir. Neçə? 16. Yəni 4a. Sonra hər iki tərəfi kvadrata yüksəldirəm. Birincinin kvadratı plus birinci ilə ikincinin hasilinin 2 misli plus ikincinin kvadratı bərabərdir 16a kvadratı. Yəni x kvadrat plus 9 böl x kvadratı 16a kvadrat çıxılsın 6'dır. Nə edərəm sonra? Gəlin burada 9'da 1'i çıxaraq mötərizə xaricinə. Geriyə qalır x kvadrat plus 9 böl x kvadratı bizdən soruşulan. Bu da bərabər, daha doğrusu bizim tapdığımız 16a kvadrat çıx 6. Bu da bərabər 16a kvadrat çıx 6 böl 9. Baxaq, belə cavab, işarə səhvi getməyək, deyəsən D-yə oxşuyur. Cavabımız D variantı. Sonra necə taparam bunu? Baxın, ikincini ortaq məxrəcə gətirərəm. X üstü 4, üzərinə gəl 9. Gəl bunun hər iki tərəfini kvadrata yüksəldək. X üstü 4 plus 6x kvadrat plus 9 bərabər 16a kvadrat x kvadratı. X üstü 4 plus 9 bərabər 16a kvadrat x kvadrat çıxılsın 6x kvadratı. Gətirib baxın, bu cavabın qiymətini burada yerinə yazıram. Bu bərabərdir 16a kvadrat x kvadrat çıx 6x kvadratı böl 9x kvadratı. Surətli məxrəcdir, kəsrin əsas xassəsidir, surət və məxrəciyyə sıfırda fərqli. Eyni bir ədədə vursaq və bölsək kəsrin qiyməti dəyişməz. Hamısını x kvadratına bölürəm, yenə olur D variantı. Çalışma 15. Marker hər vərəqdəki sualların ümumi balı eyni olan 5 imtahan vərəqi yoxladı və bu vərəqlər üzrə toplanılan ballar biri 8 hissədir, biri 8K-dır, biri 9K-dır, biri 10K-dır, 11K-dır, digəri də 12K-dır. Nisbətində bütün vərəqlərdən toplanılan ümumi bal, ki ümumi bal nə qədərdir burada? 12, 11, 10, 9, 8, 20, 20, bu da 50. 50K bərabərdir ümumi balın maksimum. Maksimal balın 7'də 3 hissəsidir. Mən tapım görürüm, maksimal balı nə qədərdir? 7'ni vururam 50'yə. 350K bölünsün 3'dür. Bu bizim maksimal balımızdır. Amma burada 5 dənə vərəq var. Mən bölürəm 5'ə, bir vərəqdəki maksimum balı tapıram. Bir vərəqdəki maksimum bal nə qədər olmalıdır? Böləcəm 5'ə. 350K bölünsün 3'ü 5'ə böləndə. Bu da eləyir 70K böl 3. Neçə edir? 23 tam 3'də 2K. Bunu burada saxlayaq. İndi bir vərəqdə 23 tam 3'də 2K bal olmalıdır. Maksimum. Markerin yoxladığı deyir, neçə vərəqdə toplanılan bal həmin vərəqi üzrə maksimal balın 50%-ni təşkil edir. Yəni, yarısını təşkil edir. Maksimal bal 23,2K olmalıdır, düzdür. Bunun 50%-ni tapıram. Bunun üçün 23,3'də 2K'nın 50%-i nə deməkdir? Yarısı da, düzdür. 2'də 1'ə. Yəni, 3'də 70K'nı vururam 2'də 1'ə. Bu da eləyir 35K bölünsün 3. Yəni 11 tam 3'də 2K. Bizə də verilənlər, bax burada nisbət verilir. 8, 9, 10, 11, 12 hissə idi, yazmışıq burada. 50%-i budur, ən azı budur və bundan yuxarı olmalıdır. Burada cəmi bir dənə 11 tam 3'də 2'dən böyük ədəd var.
O da 12K-dır. Deməli, cəmi bir vərəqdə 50%-dan çoxsunu təşkil edəcək. Bu da B variantımız. Çalışma 16. 11 yeri olan sıraya təsadüfən aralarında Günel, Müjgan və Zümrüdün də olduğu 11 qız əyləşir. Günel, Müjgan və Zümrüdün yanaşı oturma ehtimalını tapın. 11 qızın 3-ü həmin bu yoldaşlardırsa, 8-i digər yoldaşlardır. Bizə də deyir ki, 3-ü yanaşı otursun. Onda o 3 nəfər öz arasında 3 faktorial üsulla yer dəyişəcək. Biz necə deyirdik yan-yana durma məsələsində? Bu üçünü birləşdiririk olur 1 nəfər, elə bil. 8 nəfərimiz burada, 1 nəfər də orada. Vur 9 faktorial, böl ümumi şagirdlərin sayı faktorial. 11 ilə 9 ixtisar getsə, geriyə qalır 10, 11, 3 faktorialda 1 vur 2 vur 3'dür. 2 ilə 10 ixtisar getsin 5, cavabımız 55'də 3'dür. B variantı. Çalışma 17. Verilmiş bərabərsizliyi həll edin. Gəlin, birinci hər birini vuraq 3'ə, kəsirdən azad eləyək. 9x kiçikdir x kvadratı, üzərinə gəl 3x çıxılsın 27. Yəni, mənfi x kvadratı üzərinə gəl 6x plus 27. Mənfiyə də vurub işarəni dəyişirəm, sonra da vuruqlarını ayıraq. Hasili mənfi 27, cəmi mənfi 6 olan ədədlər. Çıx 9, üzərinə gəl 3 kiçikdir 0-dan. İşarəni dəyişməmişəm ki, işarəni dəyişdim dedim, amma heç dəyişmədim. Burada olacaq böyükdür 0, bu da böyükdür 0. Böyükdür 0. Demək, sıfırlarından biri mənfi 3'dür, digəri 9'dur. İntervallara ayırdıq, sağdan başlayıraq. Plus, minus, plus bir-birini izləyir, bizə lazımdır. Mənfi, müsbət aralığımız olur. Mənfi sonsuzluq, mənfi 3 birləşir. 9 müsbət sonsuzluq. Belə bir cavabımız A variantında. Çalışma 18. Ratio kökdə 2 olan çevrə daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Baxın, çevrə daxilinə çəkilmiş kvadrat deyəndə, yəni söhbət gedir böyük yerdən. Böyük yerimiz kökdə 2-dir. Kvadratın sahəsi böyük yerə görə necə əldə olunur? Tərəfə görə necədir? Diagonalına görə necədir? Bilirik ki, böyük yer xarici şəklini çevirən radiosu A kökdə 2 bölü 2-dir. Düzdür? A kökdə 2 yerdir. Kiçik yer A bölü 2-dir. Yəni A 2 kiçik yerdir. Diagonal da A kökü altında 2 bölü 2 deyil. Diagonal A kökdə 2 bölü 2'dir daha doğrusu. Sahası olacaqdır. Ya A kvadratdır, ya da buradan A ifadə eləmək istəyirdim. Deyiləm, bir dənə o qaldı axı. A da bərabərdir, A bərabərdir. D bölünsün kökdə 2'dir. Sahası ya olacaqdır 2 böyük yer kvadratı, ya 4 kiçik yer kvadratı, ya tərəfinin kvadratı, ya da diagonalının kvadratının yarısı. Bunu əzbərə biliriksə ki, bu düsturları heç çevirmə falan aparmadan, bunlara ehtiyac duymadan biz bundan daha tez taparıq. Böyük yeri kökdə 2'dirsə, sahası olacaqdır 2 böyük yer kvadratı, yəni vur 2, cavabımız 4'dür. Y variantı. Baxırıq, çalışma 19. Bax, nə deyir burada bizə? Deyir ki, bu vektorlar perpendikulyar olarsa A vektorunun uzunluğunu tapın. Perpendikulyar vektor nə idi? Skaler hasili 0'a bərabər olan vektor. X-ni X-nə vururuq, 18. Plus Y-ni Y-nə vururuq, 2. Plus Z-ni Z-nə vururuq, bərabərdir 0. 4x mənfi 20-dirsə, X mənfi 5'dir. Yəni, A vektoru mənfi 9, mənfi 2, mənfi 5'dir. A vektorunun uzunluğu, modulu, mütləq qiyməti kökdə koordinatlarının kvadratları cəmi və ya komponentlərinin kvadratları cəmi. 81 üzərinə gəl 4, üzərinə gəl 25. Bu da bərabər kök altında. Bu ikisi eləyir 85. Cavabımız kök altında 110. Yəni C variantı. Çalışma 20-də. Vermiş bu ifadənin qiymətini necə hesablayaq? Baxın, gəlin bunun vuruqları ayıraq. Amma tez necə ayırım? Mənfini surətdə çıxararım mötərizə xarici, kəsrin qarşısına daha doğrusu. Baxın, olur bu cür. Loqaritma kvadratı 3 əsasdan 5 plus
2 loqaritma 3 əsasdan 5 vurulsun loqaritma 3 əsasdan 45. Bir də çıxılsın loqaritma 3 loqaritma kvadratı 3 əsasdan 45 bölünsün. Məxrəci olduğu kimi saxlayıram. 3 əsasdan 45 plus loqaritma 3 əsasdan 5. Bu bərabərdir mənfi. Yəni surəti vuruqlarını ayıraq, amma məxrəci olduğu kimi saxlayaq. Surət olur. Loqaritma 3 əsasdan 5 çıx loqaritma 3 əsasdan 45. Bir də vurulsun. Loqaritma 3 əsasdan 5 üzərinə gəl 3 loqaritma 3 əsasdan 45. Adil kvadratənlik kimi, hətta çevrilmiş kvadratənlik kimi vuruqlarını ayırdım. Bu ikisi ixtisar getdimi? Geriyə nə qaldı? Mənfi. Bu mötərizədə də çıxmanı bölməyə çevirirəm. Loqaritma 3 əsasdan 5 bölü 45. Yəni 9'da 1. Mənfi loqaritma 3 əsasdan 9'da 1. Müsbət loqaritma 3 əsasdan 9 deyil mi? Bir bölünsünü var. 3 əsasdan 9. O da 2'də. Y variantı. Çalışma 21. Verilmiş bu ədədlərin həndəsi ortasını tapın. Həndəsi orta nədir? Kök altında bu ikisinin hasili. Kök altında 19 çıx, 4 kökdə 15. Vurulsun kök altında 19 plus 4 kökdə 15. Yəni kök altında bir dəfə də kök altında 361 çıx, 16, 15, 240 da. Çıx 240. Bu ikisinin kvadratları fərqi. Kök altında 121. Bu da kök altında elə 11'dir. Y variantı. Çalışma 22. Baxın. Gəlin mötərizədən. Məxrəcdə n faktorial çıxaraq mötərizə xaricinə. 1 bölü n faktorialı çıxarsan geriyə qalır 1 üstə gəl. 3 bölünsün n üstə gəl 1. Çünki axı n plus 1 faktorial. N vurulsun n plus 1 deməkdir. Vur. N plus 2 faktorial. Bu değil mi? N faktorial vur. N plus 1, n plus 2 bərabərdir 35. Burada bu ikisini ixtisar apararaq. Bu ikisi getdi. Gəl n plus 1'i vuraq mötərizəyə. Olur n plus 1, üzərinə gəl 3. Vur. N üstə gəl 2, bərabər 35. Bax da ortaq məxrəcədə gətirə bilərsə. N plus 1'i 1'ə vurdum, oldu n plus 1. 3 bölü n plus 1'ə vurdum, oldu 3. Gəlin bu n plus 4'ü vuraq n plus 2'yə. N kvadrat üzərinə gəl 4n plus 2n plus 8 çıx 35 bərabər 0'a. N kvadrat plus 6n çıx 27'ni ayıraq vuruqlarına. Hasili mənfi 27 cəmi 6 olan V7 eləmə. V7 oxşur. Belə bir vuruqlara ayırmanı tətbiq eləyək. N mənfi 9 ola bilməz. Cavabımız 3'dür. B variantı. Çalışma 23. Əsas dövrü 7'yə bərabər olan fx funksiyası bütün ədəd oxuyunda təyin olunmuş tək funksiyadır. Bu nə deməkdir? Yəni, nağdı bilirik ki, f0'mız 0'dır. Dövrü əgər 7'dirsə, baxın, bu 11'i bölürəm 7'yə. Qalıq qalır, qalıqla işləyəcəm. Tamla işim yoxdur, qalıqla işləyirəm. F4 çıxılsın. 14'ü bölürəm 7'yə, qalıq qalır 0. Bölünsün, bu 4'dür. Bölünsün, bizə verir baxı tək funksiyadır. Tək funksiyada mənfi qarşıya çıxır. Mənfi F4. Bir də plus 5. F0'ımız 0'a gedir. 2F4 bölünsün mənfi F4. Üzərinə gəl 5. Bu da bərabər mənfi 2 üzərinə gəl 5. Cavabımız 3'dür. Çalışma 24. Z A üstə gəl B-i və ona qoşma, Z-in qoşması açılsın B-i. Deyir, qarşılıqlı tərs ədədlərdirlər. Bu nə deməkdir? Z-in qoşması da vur 1'dir. Yəni, A kvadratı çıx B kvadratı, I kvadratı. Bu ikisini vurdum bir-birinə 1'dirsə, A kvadratı üstə gəl B kvadratı 1'dir. Bunu yerdən yaza bilərəm də. A çıx B-nin mötərizənin kənar kvadratı üstə gəl 2AB bərabərdir 1. Yəni, A çıxılsın, B-nin kvadratı bərabərdir 1 çıxılsın. 2 vur AB-mizdə 0,32. Bu etdimi 64. Onda çıxanda neçə eləyir? 0,36. Hər iki tərəfdən kök alsaq, modulda A çıxılsın B bərabərdir 0,6'dır. Çalışma 25. Birdən başlayaraq ən az neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onların cəmi 105'dən böyük olsun. Yəni, Sn böyükdür 105.
Ardıcıldırsa, belə dediyim qaydanı tətbiq etsəz daha rahat olacaqsa, ardıcıl hədlərin cəmi, n-ə qədər olan ardıcıl hədlərin cəmi n vurulsun n plus 1 böl 2 düsturu ilə hesablanır. N vur n plus 1 böl 2 və yaxud da ki, birinci həddim 1-dir, sonuncu həddim ayın ardıcıldır deyə ayınımız n-dir, SN-imiz A1 plus AN böl 2 vur n deyil mi? Əsaslandırması da budur. 1 ilə n-in cəminin yarısını vururam hədlərin sayına, böyükdür 105-dən. N kvadrat plus n böyükdür 210. 210-u sol tərəfə keçirsəm, n kvadrat plus 10. N çıx 210-u, ayırsam vuruqlarını n plus 10 neçə? 14-15 olur da. 15, n çıxılsın 14. Buradakı n plus 15-imiz zaten müsbətli hədlər deyə atırıq ha. Bilirəm axı n müsbətdir, düzdür? Bu müsbətdirsə n çıx 14 böyükdür 0-da. Çünki n-lər natural ədədlərdir burada. N də böyükdür 14-dən. Ən azı bizə deyir, neçə ardıcıl natural ədəd götürmək lazımdır? Ən azı 15 natural ədəd götürmək lazımdır. Çalışma 26. ABC düzbucaqlı üçbucağında AB BC-yə perpendikulardır. Yəni növünə görə üçbucaq düzbucaqlı üçbucaqdır. MN AC-yə paraleldir. BN NC-yə bərabərdir. Yəni burada AN median rol oynayır. AN median. Və AK CK-yə bərabərdir. Yəni burada BK o da median rol oynayırsa, onda belə çıxır ki, o nöqtəsi medianların kəsişmə nöqtəsidir. Əgər şərtdə bizə veribsə, bu ikisini 36-36, onda belə çıxır ki, baxın, bu orta xətt deyilmi? Nəyə görə orta xəttdir? N parçanın orta nöqtəsidir, AC-yə paraleldirsə, onda verilmiş, baxın, bu rənglədiyim üçbucağı üçün orta xətt rolu oynayır. Orta xətt nədir? Yan tərəfin tam ortasını birləşdirir. Yəni, BM ilə MK bir-birinə bərabərdir. Bəs BK median olduğundan o hipotenuz AC-nin yarısı deyilmi? AC hipotenuzu ümumi 72-də, düzdür. 72-nin yarısı 36-dır. Onda BM ilə MK həmin o BK-nın yarısına bərabərdir. Yəni 36 bölü 2, 18-dir. Baxın, bu qədər məsafədə 18-dir, bu qədər məsafədə 18-dir. Tamam. O nöqtəsi medianların kəsişmə nöqtəsi olduğundan OK bütün medianın, yəni BK-nın 3-dən 1 hissəsidir. 36-nı vururam 3-də 1-ə, bu da bərabərdir. 12-dirsə, onda M10-un payına nə qalır? MK çıxılsın, OK. Yəni 18 çıx 12, cavabımız bu isə 6-dır. MO 6-dır. Çalışma 27-də uyğunluğu müəyyən edin. Baxın, birinci şəkil formasında bucaq 45-dirsə, onda belə bu bucaq da 45-dir. Çünki daxili çarpaz bucaqlardır. Beta 45-dir. Bu bucağın hamısı 135 deyilmi? Onda alfanı tapanda da 135-dən 115-in çıxıram. Bu da bərabər 20 dərəcə. Birincidə beta 45, alfa 20 dərəcədir. İkincidə bu bucaq alfa ilə uyğun bucaqdır. Özünə qonşu olmayın ki, daxili bucağın cəmi kimi götürsəm, 70 ilə 50-nin cəmi bərabərdir, 125 dərəcədir. Beta bucaqda 125-in qonşusu, 180-dən 125-in çıxıram, 55 dərəcədir. Üçüncündə alfa bucağı hamısı 360-a tamamlanır. 360-dan çıxıram 135-in, bu da bərabərdir 225 dərəcədir. Beta bucağı da, baxın, bu bucaq, həmin bu ikisinin cəminə bərabərdir. Beta ilə 100-ün cəmi, burada yazmışam beta, beta ilə 100-ün cəmi bərabərdir. 135 dərəcədir. Onda üçüncündə betamız olacaq, elə 35 dərəcə. Baxaq, betanın 35 olması 3-də var, fərqinin 70 olması, baxın 2-də var, alfa çox beta, 125-dən 55-in çıxanda bərabər 70 dərəcə, demək 2-yə B aiddir, 55 olan beta, o da 2-də var, sonra 190 olan fərqinin 190 olması, baxaq, harada var?
Demək, alfa çox beta bərabər 225-dən 35-in çıxanda 190 qalır da. 2 qalır. Deməli, 3-ə eyni zamanda D aiddir. 45 olanda 1-də var, bu da Y-də. Bir dənə düz yazaq bunu. 1-ə Y-dir, 2-ə B, C-dir, 3-ə A, D aiddir. Çalışma 28. Bir idman klubundakı oğlanların sayı qızların sayından 4 dəfə çoxdur. Bu klubdakı oğlanların yaşlarının ədəd ortası 16, qızların yaşlarının ədəd ortası 2, klubdakı bütün uşaqların yaşlarının ədəd ortasından 4 yaş az olarsa, bütün uşaqların yaşlarının ədəd ortasını tapın. Baxın, gəl bu cür götürək. Oğlanların yaşları cəmini götürək A, qısa yazıram. Qızların yaşları cəmini qızlar. Götürək B. Bu yaşları cəm olsun. Tamam, sayılarını. Deyir, oğlanlar qızlardan 4 dəfə çoxdur. Biri x-dir, biri 4x-dir. Və klubdakı oğlanların yaşlarının ədəd ortası, yəni A bölünsün 4x 16-dırsa, oğlanların yaşları cəmi 64x-dir. Bunu burada düzəldək. Bu bərabərdir. Demək, A bərabərdir 64x-də. Qızların yaşlarının ədəd ortası, yəni B bölünsün x bərabərdir. Bütün uşaqların yaşlarının ədəd ortası, yəni A üstə gəl B bölünsün 4x-dən x-in cəmindən 4 yaş azdır. B bölünsün x bərabərdir. A-nın yerinə 64x yazaram. Plus B bölünsün 5x. Bu çıx 4-ü də bundan ortaq məxrəcə gətirərəm. Çıx 20x. Sağlı sollu x-ləri aparıb çarpaz vuraq. Nə alınır? Geri qalan buradan yazaq. Demək, 5b bərabərdir 44x üzərinə gəl b desə, 4b-imiz 44x-dir. B də bərabərdir 11x-dir. Bunda b-imiz də olacaq 11x. Bizə də deyir, bütün şagirdlərin yaşlarının ədəd ortasını tapın. Yəni, oğlanların yaşları cəmi plus qızların yaşları cəmi böl onların sayı 5x. Bu da bərabər 75x-i bölürük 5x-ə. Cavabımız 15-dir. Çalışma 29. Tili 4 olan kubun hər hansı təpə nöqtəsindən tilinin ortasına qədər olan ən böyük məsafəni tapın. Tutaq ki, bu olsun bizim kubumuz. Tutaq ki, olsun A, B, C, D-dir. Bu da olsun A1, B1, C1, D1. Demək, tili 4 olan kubun hər hansısa, tutaq ki, B təpəsindən. Baxın, bunlar kiçik məsafədir. Fikir verirsiniz, tam ortaya qədər. A-B-nin, B-C-nin ortası və yaxud da ki, hansı olsun? Həmin bu C1, D1 və yaxud da ki, A1, D1-in ortasına qədər qısa məsafələrdir. Amma ən uzaq məsafə baxın, A1 buranı adlandırsam bu olacaq və yaxud da ki, bu olacaq və yaxud da ki, bu olacaq, fərqi yoxdur. Fikir verin, bu məsafə olsun, tutaq ki, onu necə tapıram? Bir bu üçbucaqdan gedə bilərəm və yaxud da ki, bunu götürsəm, onu belə bir üçbucaqdan gedə bilərəm. Bir də buradan olar. Onda burada biraz çox üst-üstə düşdü, siz qarışdırarsınız. Ona görə rənglə gedəcəm və ayrı-ayrı göstərəcəm sizə. Bax, tutaq ki, buradan gedirəm. Belə bir üçbucaqdan. Bura 4-dür, K nöqtəsi orta nöqtədir. BK, bura 2-dir, bura 4 deyil. Fiqoru bu üçbucağa tətbiq etsəm, kök altında 4-lə 2-nin kvadratları cəmi. Kökdə 20-dir. Sonra bir K-nı araşdırıram. Kökdə 4-lə, kökdə 20-nin kvadratları cəmi. Kök altında 16 plus 20, 36, o da 6-dır. Və yaxud da ki, bax, gedərəm. Buradan. Fikir verin. Bunu göstərəcəm sizə necə. Bunu ataq bu tərəfə, bunları. Buranı da təmizləyəcəm. İşləyəcəm belə bir üçbucaq üzərində ki, buradakı M, Y deyək də, MG, BD diagonalının uzunluğuna bərabərdir, kvadratın diagonal tərəfinin. Kökdə 2 mislinə bərabərdir. Elə burada 4 kökdə 2-dir.
Ortada deyə burada 2-dir. Bu Pifaqoru bu sarıya tətbiq etsəm, kök altında 2-nin kvadratı plus 4 kökdə 2-nin kvadratı 32-dir. 36 bu da 6-dır. Bir buradan gedərəm. Birini də göstərəcəm sizə. Bunu buradan itirim ki, karışmasın zehninizdə. Baxın, düzümü götürdüm. Tamam, bir də gedərəm. Baxın, buradan gətirərəm, bunu birləşdirərəm bura. Birində buradan götürəcəm, işləyəcəm. Belə bir üçbucaq üzərində. Yenə BF deyək. BF burada. Bura 2-dir, arxa 4-dür. Arxa fondakı bu nə olur? BC. İşləyirəm birinci, bu ştrixlədiyim üçbucaqdan BF-i tapıram. 4-dən 2-nin kvadratları cəmi kökdə 20-dir. Bura kökdə 20-dir, bura 4-dür. B1F kökdə 4-lə kökdə 20-nin kvadratları cəmi. Yenə neçə eləyər? Kökdə 16 plus 20, 36, bu da 6. İstənilən halda cavabımız 6-dır. Çalışma 30. Düzgün üçbucağın xarici çəkimi çevirən radiusunun onun daxili çəkimi çevirən radiusundan 2 dəfə kiçik olduğunu göstərin. Baxın, bu olsun bizim bərabər tərəfli üçbucağımız. ABC. Bilirik ki, bərabər tərəflidə median hündürlüyü tənbölən üst-üstə düşür, düzdür? Hamısının mərkəzi bu O nöqtəsidir. Bura M'dir, Y'dir, burada K olsun. Verilmiş O nöqtəsi medianlarında, tənbölənlərin də, hündürlüklərin də kəsişmə nöqtəsidir. Bəs üçbucağın xarici çəkimi çevirənin radiusu orta perpendikularların kəsişmə nöqtəsi deyilmi? Ki, bərabər tərəfdə o düşür elə medianların kəsişmə nöqtəsinə. Bunu sözlə yazırıq. Bəs daxili çəkimi çevirən mərkəzi hara düşür? Buna yazaq, orta perpendikularların kəsişmə nöqtəsi. Mən tam detaylı deyirəm bunu. Bunu çox qısa da meyarlarda verib çıxarıla bilər. Orta nöqtəsi, perpendikularların kəsişmə nöqtəsi. Bəs kiçik yerin mərkəzi, yəni daxili çəkimi çevirən mərkəzi düşür tənbölənlərin kəsişmə nöqtəsinə. Qısaca olaraq bu ikisi də O nöqtəsindədir. Medianların, tənbölənlərin, hündürlüklərin kəsişmə nöqtəsi. Bəs üçbucağın medianında medianların kəsişmə nöqtəsi 2-nin 1-ə nisbətində bölürmü? Düzdür? Və təpədən çıxan bu BO bərabər tərəfdə böyük yer rol oynayır. OK isə kiçik yer rol oynayır. Biri 2 hissədir, biri medianın 3-dən 2 hissəsidir. Biri medianın 3-dən 1 hissəsi deyil. Yəni, böyük yerin, bu böyük yerdir, bu kiçik yerdir. Bura kiçik yerdir, bura böyük yerdir, kiçik yerdir, böyük yerdir. Hətta böyük yerimiz A kökdə 3/3'dür. Kiçik yerimiz A kök altında 3/6'dır. Biri medianın 3'də 2'si, biri medianın 3'dən 1 hissəsidir. Böyük yerin kiçik yerə nisbəti 2-nin 1'ə olduğundan elə isbat olunur ki, daxili çəkimi çevirənin radiusu xarici çəkimi çevirən radiusunun tam yarısına bərabərdir. Bu arada bu şərt yalnız bərabər tərəfli üçün keçərlidir, başqa heç bir üçbucaq üçün yox. Medianların, hündürlüklərin, tənbölənlərin kəsişmə nöqtəsinin ardığı 2 hissə ki var, BO ilə OK və yaxud da ki OY ilə AO, OM ilə OC, o yalnız və yalnız bərabər tərəfli üçbucaq olanda böyük hissə, yəni 2 hissəsi böyük yerdə, kiçik hissəsi kiçik yerdə. Bununla da biz sizinlə 16 mart 2025-ci il tarixində DİM-in ikinci mərhələ üçün abituriyentlərə təqdim etdiyi blok imtahanı üçün sınaq imtahanındakı riyaziyyat suallarının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.